Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişlərinin bu ayın 14-dən etibarən vətəndaşların hesablarına köçürülməsi nəzərdə tutulur. Bu barədə Dövlət Sosial Müdafiə Fondu tərəfindən rəsmi açıqlama verilib. Qurumun yaydığı məlumata əsasən sözügedən tarixdən başlayaraq paytaxt Bakı şəhərində, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan pensiyaçıların aylıq pensiya vəsaitləri mərhələli şəkildə ödəniləcək. Pensiya alan vətəndaşlar vəsaitlərini bank kartları vasitəsilə bankomatlardan nəqd şəkildə çıxara və ya digər ödəniş əməliyyatlarında istifadə edə biləcəklər. Dövlət Sosial Müdafiə Fondu bildirib ki, pensiyaların vaxtında və tam şəkildə ödənilməsi üçün bütün lazımi texniki və maliyyə hazırlıqları həyata keçirilib. Pensiyaçıların rahatlığının təmin olunması məqsədi ilə ödənişlərin əvvəlcədən planlaşdırıldığı və prosesin gecikməsiz icra olunacağı qeyd edilib. Qurum tərəfindən vətəndaşlara tövsiyə olunub ki, bankomatlarda sıxlığın yaranmaması üçün ödənişlərini gün ərzində müxtəlif saatlarda əldə etsinlər. Açıqlamada həmçinin rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslərlə bağlı da məlumat verilib. Belə ki, həmin kateqoriyaya aid olan vətəndaşların pensiyalarının bu ayın 20-sindən gec olmayaraq ödənilməsi nəzərdə tutulur. Buraya xüsusi əmək şəraiti, sağlamlıq vəziyyəti və digər qanunvericiliklə müəyyən edilmiş güzəştli əsaslarla pensiyaya çıxmış şəxslər daxildir. DSMF vurğulayıb ki, bütün bölgələr üzrə ödəniş prosesi qrafikə uyğun davam etdiriləcək və vətəndaşların sosial təminatı diqqət mərkəzində saxlanılacaq. Qeyd edək ki, hər ay pensiya ödənişləri müəyyən edilmiş qrafik əsasında həyata keçirilir və bu proses minlərlə vətəndaşı əhatə edir. Pensiyaların vaxtında ödənilməsi, xüsusilə yaşlı insanların gündəlik ehtiyaclarının qarşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata görə ödənişlərlə bağlı hər hansı dəyişiklik və ya əlavə məlumat olduğu halda ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.